Salamlar. YouTube kanalımızda Doq nəzəriyyəsinə şərh yazmış Səbinə adlı izləyicimizə cavab olaraq qeyd edək ki, bu adi halda bəzən beyin yeni məlumatları qəbul etməkdə çətinlik çəkir. Ancaq Doq nəzəriyyəsi çox sadə mövzudur. Yəni, biz şagirdlərimizə tapşırıqları 4 səviyyə üzrə təqdim etməliyik. Doq 1-də xatırlamaya əsaslanan, Doq 2-də anlama və tətbiqə əsaslanan, Doq 3-də analiz və dəyərləndirməyə əsaslanır. Doq 4-də isə yaradıcılığa əsaslanan tapşırıqlar şəklində təqdim olunur ki, bu da şagirdlərin mövzuları daha yaxşı mənimsəməsinə səbəb olmuş olur. İstəsəz biz bu izahı növbəti videomuzda sizlər üçün riyaziyyat, dil və yaxud da təbiət fənninə aid nümunələrlə təqdim edə bilərik. Şərhləriniz bizim üçün önəmlidir. Sizcə, hansı fənə aid olan nümunələrlə təqdim edək? Şərh bölməsində qeyd edərsinizsə, mütləq nəzərə alacağıq. Uğurlar hər kəsə.